Peyğəmbər xanımlarından əziyyət çəkib. Oxumusunuz da tarixdə. Oxumuram ki, yaxşı çıxmaz. Yəni, nə qədər Peyğəmbərə bəzi xanımları əziyyət veriblər. Həzrəti Əlinin bir xanımı çox əziyyət verib ona. Məhəmməd Hənəfiyyənin anası narahat olub. Yəni, çox əziyyət verib, biraz şişirtməyim, haqqını tapdalamayım. Amma Həzrəti Əli əleyhissalam narahat eləyib. Məhəmməd Hənəfiyyədə olan bəzi nöqsanları da Həzrəti Əli deyib ki, anasından irsalıb. Və həmin o Məhəmməd Hənəfiyyənin oğlu Həzrəti Əlinin nəvəsi keçən dəfə dedik, gəzirdi küçələri, deyirdi ki, heç mən bilmədim, Haqq Əli iləndir ya Muaviyyə ilə. Həmin onun oğlu. Həmin Həzrəti Əlinin nəvəsi. Övliyaların da ehtiyacı var. Allah vəlilərinin də ehtiyacı var buna ki, qadın vasitəsilə təkamülləsinə. Düzdür, milyarddan 100 milyarda gedir, biz sıfırdan 100-ə.